Hər kəsə salam, Tələbə podkastda baxırsınız. Bugünkü qonaqlarım Harşik Usman və Adil Şamşedyandır. Xoş gəlmisiniz. Hər kəsə salam edirəm, dəyərli izləyicimizi dəvət etdiyiniz üçün çox təşəkkür edirik. Çox sağ olun siz də mənim dəvətimi qəbul edib gəldiyiniz üçün. Əvvəlcə başlayaq, özünüz haqqında biraz danışın, özünüzü təqdim eləyin. Mənim adım Harşik Usmandır. 3-cü kursda oxuyuram. Hindistanda gəldim. Hindistandan gəlmisən. Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələridir hər ikisi, əcnəbi tələbələrdir. Adil sən? Mənim adım Adil Şamşedyan, Qazaxıstanın tələbəyəm. Azərbaycan Dəniz Akademiyasının 4-cü kurs tələbəsiyəm. 23 yaşım var. Bu qədər. Bu qədər. Tamam. Dəniz Akademiyasında hansı ixtisasda oxuyursunuz? Gəmi sürücülüyü. Hər ikiniz eyni ixtisas, fərqli kurslarda təhsil alırsınız. Əvvəlcə ən əsas sual ondan başlayırıq ki, sən Hindistandan, Adil isə Qazaxıstandan Bakıya gəlmisiniz. Niyə Hindistan və Qazaxıstan kimi böyük ölkələr varkən siz kilometrlərlə uzağa Bakıya gəlməyi seçmisiniz? Mənə buranın Dəniz Akademiyasını tövsiyə etdilər. Mənim qohumum tövsiyə elədi. Buradakı Dəniz Akademiyasını mən də qəbul elədim. Sözün düzü təsadüfən düşdüm akademiyaya. Gəldim, anamla birlikdə gəldik bura. Burada qalmaya qərar verdik. Qəbul etdim ki, akademiyada oxuyacağam, Dəniz Akademiyasında. Dənizçilik ixtisasını seçəndə xaricdə təhsili düşünürdün? Bəli. Qazaxıstanda var ümumiyyətlə Dəniz Akademiyası? Bəli, 2 dənə akademiya var bizdə. Biri Aktaudadır, Yesenev Universitetinə daxildir. İkincisi də Almatı şəhərində. Amma sən düşündün ki, Azərbaycanda təhsil daha maraqlı olar. Bəli. Və sən Harşik? Mən Bakıda çox sevirəm. Onu da gəlir. Hindistanda çox akademiyalar var, amma bu Azərbaycan Dəniz Akademiyası çox yaxşıdır. Təhsil biraz azandır, sonra bu səviyyədə gəlir. Hindistanda ümumiyyətlə var Dəniz Akademiyası? Bəli, çox var. Çox var. Çox. Niyə bu qədər universitetlər qala sən düşündün ki, xaricdə təhsil olsun Dəniz Akademiyası? Yəni xaricdə bir ölkədə təhsil alsan və Azərbaycan. Hamı eynidir, yaxşıdır. İkisində amma Azərbaycan təhsil biraz azandır. Azərbaycanda təhsilin daha rahat olduğunu Bəli, rahatdır, yaxşı. Bəs yaxşı, niyə dənizçilik sahəsini seçmisiniz? Dənizçi olmağı necə qərar vermisiniz? Ailədən gələn bir arzu istəkdir, yoxsa uşaqlıqdan həvəsiniz olub? Təsadüfən bir seçimdir. Mən özümdən heç gözləmirdim ki, dənizçilik oxuyacağam. Onun üçün mənim başqa planlarım var idi. Amma tale elə oldu ki, Dəniz Akademiyasında indi oxuyuram, qurtarıram. Gələcəkdə də inşallah dənizçi kimi işləyərəm. Sənin bəs Harşik? Bu mənim arzumdur. Dənizçi olmaq arzun idi. Ailənizdə dənizçi var? Var. Valideynlərin yəqin ki, dənizçidir. Oradan yəni sənə gəlir, ailəndə görüb sevmisən. Bəli. Dənizçi olmaq məncə çətin bir peşədir. Ömrünü insan dənizə həsr eləyir. Sizcə bu çətin bir seçimdir? Yəni riskli bir seçimdir belə deyə, yoxsa fürsətdir? İnsandan insana fərqləşir. Əslində həm riskli ola bilər, həm çətin ola bilər, amma maraqlı bir seçimdir. Məncə ona görə ki, çox asan olanda maraqsız olur. Nə qədər çətin olanda daha maraqlı olur, daha yəni riskli, azartlı elə demək olarsa. Maraqlı yanaşma var, daha çətinsə daha maraqlıdır. Bəs heç düşünmüsənmi mən ömrümün demək olar bir çox hissəsini dənizdə keçirdəcəm və nə vaxtsa ürəyim sıxılar və bunun geri dönüşü olmaz? Yoxsa dənizi çox sevirsiniz? Əslində həyatın çox vaxtını dənizə verməyə ehtiyac yoxdur. Məsəl üçün istədiyiniz müddət qədər işləyə bilib, sonra da quruda işləyə bilərsiniz. Davam eləyə bilirsiniz Bəli, onda. quruda işləməyə davam edə bilərsiniz. Dəniz administrasiyasında, yoxsa hətta akademiyada müəllim kimi olaraq. Bakıya gəlməzdən qabaq Azərbaycan haqqında nə düşünürdünüz? Azərbaycanı necə bir ölkə olaraq təsəvvür eləyirdiniz? Mənim belə Azərbaycan haqqında çox böyük fantaziyam olmamışdı. Ona görə ki, Qazaxıstanla belə baxanda oxşar ölkələrdir. Həm də yaxındır. Həm yaxındır, həm qardaş ölkələrdir, qardaş millətlərdir. Həm də mentalitet olaraq düzdür. Bəzi detallar fərqləşir, amma yenə də oxşar çoxdur. Yəni o oxşarlıq əslində sənin belə deyək, biraz da adaptasiya olmağına məncə yaxşı təsir eləyir. Bəli. Sən necə? Nə düşünürsən? Burada Azərbaycanda Bakıda bir dənə qardaşım var məndə. Onun da restoranı var. O 20 ildir buradaydı.
Tanışınız var Bakıda və 20 ildir. 20 o buradaydı. Onun da restoran var. Başka biznesler var. O 20 ildə Azərbaycan Bakıda. Yəni biraz da onun sayəsində yaxşı Bəli. fikirlər formalaşıb səndə. Bəs Bakıya artıq gəldiniz, köçdünüz Bakıya hər ikiniz. Sizdə necə fikirlər yarandı Bakı ilə bağlı? Artıq Bakını belə deyək, dünya gözü ilə görəndən sonra. Çox gözəl Xoşunuza şəhərdir. gəldi. Bəli, çox Çox gözəl gözəldir. şəhərdir. Gəzməyə yer çoxdur. Gözəl yerləri çoxdur. Şəxsən içəri şəhər məsəl üçün. Bakıdan başqa Azərbaycan hansısa rayonlarında və ya şəhərlərində olmusunuz? Hansı şəhərlərdə olmusunuz rayonlarda? Biləsuvar rayonu, Zaqatala rayonu, bir də Lənkəran rayonu. Hamısı maraqlı bir-birinə rayonlarımızdır. Bəs sən? Gəncədə. Gəncədə olmusan. Gəncə necə idi sənin üçün? Bəyəndin Gəncəni? Amma çox soyuqdur. Orada hava çox soyuqdur bəli. Dil məsələsinə gələk. Azərbaycan dilini gələndə yəqin ki bilmirdiniz hər ikiniz. Düz ingilis dilində nə qədər danışmağa çalışsanız da bizə Azərbaycan dili daha belə önəmlidir normal olaraq. Necə aşdınız dil məsələsini, dil problemini? Mənim anam Azərbaycanlı olduğu üçün Hətta mən özüm yarım Azərbaycanlıyam. Dili bilirdim, amma çox yaxşı bilmirdim onu. az. Aha. Bəli, təzə bura gələndə biraz utanırdım danışmaya, amma sonra cəmiyyətdə cəmaət danışanda qulaq asırdım. Hansısa təzə sözlər özüm üçün açırdım. Danışmaq tərzimi dəyişdim. Daha rahat danışmayı öyrəndim. Həmin də dili də biraz daha geniş öyrəndim. Sən bəs? Mən də həssini bilmir, gəldi. Burada gələn vaxt həssini bilmir, sıfırda. Sonra dostlar var, yaxşı dostlar var bu Azərbaycanda. Onu kömək elədi. Sonra yavaş-yavaş danışır. Yəni dostların sayəsində Bəli, ortamda bəli. öyrəndin. 3 ildir də səhv eləmirəmsə Bəli, bu sən üç il. Bakıdasan. Yəni əslində 3 il ərzində yaxşı öyrənmisən Azərbaycan dilini. Ümumiyyətlə öyrənə bilməyən çox adam var. Tələbələrlə, burdakı dostlarınızla münasibətiniz necə oldu? Çox yaxşı. Çox yaxşı. Yaxşı dostlar qazandınız? Bəli, bəli. Çox yaxşı. Sizi yaxşı qarşıladılar dostlarınız? Bəli. Qrup yoldaşlarım çox möhtəşəm uşaqlardır. Çox yaxşı qarşıladılar. Əlbəttə ki, onlar da Qazaxıstana gəlsələr, mən də onları çox yaxşı qarşılayaram. Ümumiyyətlə bizim Qazaxıstan milləti, Qazaxıstanda yaşayan insanlar çox qonaqsevər insanlardır. Və inanıram ki, burada da elədir. Adaptasiya o qrup yoldaşlarının arasında adaptasiya olmanı çox rahat keçdi. Bu barədə kömək elədilər. Yəni sizə çox köməklər dəyib, belə başa düşdüm. Sənə də yəqin ki, eyni köməkləri dəyib. Azərbaycan yeməklərindən soruşmaq istəyirəm. Uç bacı dolma. Uç bacı dolma. Üç bacı dolmasını çox sevirsən. Başqa bəs belə rəng gedən yemək var, çox sevdiyin. Mərc sup sevirdi. Mərc supu. Maraqlı yanaşmadır. Adətən xəngəl kimi yeməkləri sevir bura gələn uşaqlar. Uç bacı dolma çox sevirdi. Üç bacı dolmasını mən də çox sevirəm. Çox yaxşı yeməkdir. Sən bəs Adil? Üç bacı dolması, yarpaq dolması. Ümumiyyətlə Azərbaycan yeməklərini sevdiyim çoxdur, amma çoxu yağlı olduğuna görə çox yeyə bilmirəm. Belə yüngül yeməklər xoşlayıram. Amma belə üç bacı ilə razıyam. Mən düşünürəm ki, Qazaxıstan mətbəxi ilə Azərbaycan mətbəxi nisbətən oxşardır. Xeyr. Oxşar deyil. Çox fərq var. Çox fərq var. Mən amma elə bilirdim ki, oxşarlıqlar var. Əslində ərazidən əraziyə dəyişir. Qazaxıstan çox böyük ölkə olduğu üçün şimalda çox cür yemək yoxdur. Amma məsəl üçün Aktau şəhəri tərəfində və cənub tərəfdə çox cürbəcür yeməklər var. Özbək yeməklərinə oxşar, Azərbaycan yeməklərinə oxşar çox yeməklər var. Nəyə görə dedim nisbətən oxşardır? Çünki mən düşünürəm ki, Azərbaycan mətbəxi və Qazaxıstan mətbəxi nisbətən yaxındır, nəinki Hindistan mətbəxi. Yəni arada çox fərq var və məncə sənə biraz çətin olar yeməklərə burada öyrəşmək. Tamamilə fərqlidir. Ağız dadım çox dəyişib. Amma xoşuna gəlir də əsas odur. Bizimlər acıdır. Sizdə daha çox acı olur yeməklər. Və bizdə də əslində acılığa üstünlük verirlər, amma o qədər də deyil. Sizdə daha çox. Yaşadığınız ölkədə, yəni öz ölkələrinizdə, Hindistanda və Qazaxıstanda məktəbdə oxumusunuz, belə deyək. Orda məktəbli olmaq və ya tələbə olmaq çətindir sizcə, yoxsa Azərbaycanda tələbə olmaq? Here because of language problem. Burada çətindir dilə görə. Dil problemi normal olaraq, amma təhsil cəhətdən baxsaq, yaxşıdır, eynidir. Demək olar eynidir. Hansınız daha tez adaptasiya olmusunuz ölkəyə? Sən yoxsa Haşik? Mən desəm daha doğru olar.
Yəqin ki. Həm dili biraz bilirdim. Hər şey kələdə öyrəşməyə çalışır. Bəs gələk universitetinizə. Dəniz Akademiyasında dərslər necə gedir? Asandır yoxsa çətinləşir? Asandır. Bəli, normal leksiyalardır. Həftədən həftəyə dəyişilir. Bir həftə məsəl üçün ancaq leksiyalar olur, mühazirələr. Başqa həftə isə seminarlar və məşğələlər. Müəllimlərin dərs deməyi çox gözəldir. Qane eləyir yəni sizi. Bəli. Çox gözəl dərs deyirlər, çox gözəl öyrədirlər və bizdə dərslərlə bir problem yoxdur. Dəniz Akademiyası maraqlı, yəni biz indi universitetdə oxuyuruq, akademiyadır. Yəni orada dərs sistemi də fərqlidir. Mən düşünürəm ki, digər universitetlərdən. Və ümumiyyətlə akademiyanın özü fərqlidir, çünki ancaq o, yəni orada dənizçilər yetişir, belə deyək. Amma digər universitetlərdə hər ixtisasdan tələbə görə bilərik. Ona görə məsələn soruşmaq istəyirəm ki, sizdə orada laboratoriyalar, müəllimlər, praktiki təlim sistemi kimi digər şeylər, yəni sizi nə dərəcədə məmnun eləyir, qane eləyir? Çoxmu yaxşıdır, yoxsa orta vəziyyətdədirmi? Yaxşıdır. Laboratoriyalar biz hansısa məlumatı araşdırırıq və onu həll eləyirik. Praktika cəhətdən hər iki semestrdən sonra yayda praktika olur və 4-cü kursda qış müddəti, qış və yay müddəti praktika keçir. O 4-cü kursdan sonra gəmilərə gedirlər tələbələr. Praktika müddəti nə qədər olur? Fərqli olur. İxtisasa görə dəyişir. Bəli. Həm ixtisasa görə dəyişilir, həm də nə qədər tələbə tez ya gec getdiyinə görə. Bəli, həm də baxır ki, məsəl üçün keçən il uşaqlar xaricə getmişlər praktika üçün. Bəziləri 2 ay oldu, bəziləri 3 ay, bəziləri isə 5 ay və çox gec qayıtdılar. Amma çox yaxşıdır yəni. Praktikada tam matros kimi biz təcrübəni keçiririk. Yetişirsiniz. Bəli. Sən sənin nə düşüncələrin nədir? Hindistan'da belə o biraz fark var. Burada bir ildə 9 ay bizimlər oxuyur Dəniz Akademiyasıda, sonra 3 ayda dənizdə gedir praktikdə. Amma Hindistan'da belə yoxdur. Hindistan'da 1 il ya 3 il oxuyuram. Sonra işdə gedir. O da praktik. Yəni 1 il, 3 il praktikada olur, sonra artıq işə keçir, hə? Amma 1 il çox uzun müddətli bir tələbə üçün praktikada qalmaq. Bütün universitetlərdə belədir, hə? Yox, bütün yoxdur, amma 90% belədir. Belədir. Çoxluq. Dəniz Akademiyasındakı təhsil, tədris ümumiyyətlə beynəlxalq standartlara uyğundurmu? Yəni bunu necə qiymətləndirirsiniz sizcə? Bəli, uyğundur. Çünki çox seçimlər, akademiya seçimləri birbaşa Azərbaycan ASKO şirkətinə şirkəti ilə birlikdə qəbul olunur. Çox standartlar birbaşa başqa xarici ölkələrdən gəlir. Bəli, ona görə elə olmalıdır ki, xarici ölkədəki dəniz akademiyalara uyğun olmalıdır standart. O da tələbələr fürsət verir ki, xaricdə işləmək üçün. Yəni xaric üçün dənizçilər yetişdirir belə deyək də. Bu fürsətləri tanıyır ki, bu yaxşı fürsətdir məncə. Ölkənizdə, yəni həm Qazaxıstanda, həm Hindistanda dənizçilik təhsili ilə Azərbaycandakı dənizçilik təhsilini müqayisə eləsək, əgər hansı üstünlükləri görərsiniz? Yəni burada nə üstündür sizcə? Bu da praktikdir. Praktika daha üstündür də, belə deyək, praktik parametrlərmi deyək? Bəli, praktika daha rahat keçilir. Məsəl üçün Qazaxıstanda praktikada biraz çətinlik olur. Necə çətinliklər məsələn? Hər tələbəyə çatılmır. Çünki gəmi azdır. 2 dənə akademiya olduğuna görə hamıya çatmır gəmidə yer. Onda yəni sənin artıq praktikaya getməyin bəxtəbəxt məsələsinə qalır. Bu çox pis yəqin ki, bir dənizçi tələbə üçün. Sizə bəs necədir? Belədir. Burada praktik var, amma Hindistanda o qədər də yaxşı deyil praktika. Yox, yaxşıdır, amma çətin onlar. Hə, şərtləri çətindir. Normal olaraq 1 il, 3 il məsələsi varsa. Çox akademiya var, sonra çox tələbələr var. Dənizçi olmaq istəyən çoxdur Hindistanda? Bəli, çox. Kifayət qədər çoxdur. Maraqlıdır.
Praktikadan danışırıq elə. Akademiyanın verdiyi imkanlar kifayət eləyir, yoxsa sizcə başqa imkanlar da ola bilər? Məncə kifayət eləyir. Yəni akademiya əlindən gəldiyi qədər Dəstək olmağa bizə çalışır. dəstək olur, fürsət verir. Və biz də çalışırıq ki, yaxşı təcrübə alaq, vaxtımızı boş-boşuna öldürməyək, praktika vaxtı. Nələrsə öyrənəsiz. Bəli. Mən C-Time deyə bir şey eşitmişdim Dəniz Akademiyasında. Soruşmaq istəyirdim C-Time nədir? Yəni necə izah eləyərsiniz bizə? Necə deyim, vaxt metodu ilə çox vaxt olur. Məsəl üçün şirkətdən şirkətə dəyişilir. Çox üzr istəyirəm bölürəm. Praktika ilə bu C-Time eyni şeydir, yoxsa fərqli-fərqlidir? Əslində fərqli olmalıdır, mən bildiyim. Şirkətdən şirkətə dəyişilir. Hardasa hansısa şirkətdə məsəl üçün 1 ay dənizdə, 1 ay quruda, başqa şirkətdə isə məsəl üçün 6 ay dənizdə, deyək ki, 5 ay quruda olur. Dənizçi həm ixtisasdan asılıdır, vəzifədən asılıdır, ölkədən asılıdır, yəni çox faktorlar var. Şirkətlər sizi seçir, yoxsa siz şirkətlər? Əslində rekomendasiya da ola bilər. Məsəl üçün biz necə deyim, normal qurudakı iş şirkətləri konkurslar olur. Özünüz də ora müraciət edə bilərsiniz. Yəni dəyişir də, onda belə deyək, şirkətə görə, şərtlərə görə. Akademiyanı öz ölkənizdəki və ya başqa tələbələrə necə tövsiyə edərsiniz? Nə deyərsiniz Dəniz Akademiyası haqqında xarici bir tələbəyə? Çox yaxşıdır. Hər şey yaxşıdır. Hamı var. Bizim akademiyada hamı var. Yaxşı müəllimlər, sonra Azərbaycan nəfərlər çox yaxşıdır. Sonra yaxşı yemək var. O birincidir. Yemək sənin öncəliyindir, belə başa düşdü. Yaxşıdır, təhsil çox yaxşıdır. Bir həftədə seminar, bir həftədə mühazirə, sonra tələbələr yaxşı, müəllimlər çox yaxşı. Tək yaşayırsan da burada elə səndə. Sən ailənlə, yoxsa sən də tək yaşayırsan? Tək yaşayıram. Tək yaşamaq, yəni xarici bir ölkədə tək yaşamaq sizin üçün çətindir yoxsa asandır? Asandır. Rahatdır. Burada rahatdır. İmmiqrasiyada hamı rahatdır. Heç problem yoxdur. Çox xoşdur bizə də sizin burada rahat olmağınız. Rektorunuzla, Dəniz Akademiyasının rektoru ilə heç qarşılaşmısınız? Ya aranızda hansısa söhbət olub? Rektorumuz Eldar Göçayev çox gözəl adamdır və həmişə tələbələrə kömək eləyir, dəstək olur. Yəni çalışır ki, hər tələbə həm yaxşı təcrübə alsın, həm də öz ixtisasını necə lazımdır öyrənsin. Maksimum dəstək olur sizə. Sən nə düşünürsən? Çox gözəl adamdır o. Bizim çox problem olur burada akademiyada. Biraz problem gəlir, amma o çox kömək eləyir. Həm də praktik vaxtda hamı da çox kömək eləyir o. Təhsili bitirəndən sonra hansı ölkədə, harda işləmək istəyirsiniz ilk olaraq? Belə xəyalınız olan bir yer varmı? İlk olaraq istərdim ki, Qazaxstana qayıdım, təcrübə yığım. Sonra da bəlkə də Avropa şirkətlərinə gedib orada çalışmaq, yer tapmaq, Avropa dənizlərində işləmək. Bəli, Avropada. Sən də Avropaya getmək istəyirsən? Ya Hindistan dənizdə. Avropada dənizdə işləmək daha rahatdır deyə çox tələbə Avropanı seçir, yoxsa başqa şərtlər var orada? Daha çox fürsət var. Fürsətlər genişdir. Daha açıq yol, daha çox fürsətlər, amma həm də daha çox risklidir. Konkret olaraq hansı vəzifəyə çatmaq istəyirsiniz? Mən kapitanın baş köməkçisinə qədər işləsəm mənə bəs eləyər məncə. Sənə bəs? Bəli, eynidir. Eyni şey. Bəli. Hansı vəzifələr var ümumiyyətlə? Bizə saya bilərsiniz ardıcıllıqla? Kapitandır, kapitanın baş köməkçisi. Şirkətdən şirkətə dəyişilər. İkinci köməkçisi və üçüncü köməkçisi var. Onlar məsələn hansısa gəmidə maksimum 2 köməkçi olur. Baş və ikinci köməkçi. Bəzilərində isə üçüncü köməkçiyə qədər. Bosman var, matroslar, baş mexanik, ikinci mexanik, birinci mexanik, aşpaz. Yəni bu qədərdir. Kapitan olmaq istəmirsiniz, bəs kapitanın sadəcə köməkçisinə qədər qalxmaq istəyirsiniz? Kapitan çox məsuliyyətli və çox çətin işdir. Ona görə mənə startuma qədər bəs edir. Ora qədər çatım kapitanlıq, amma ağırdır. Bir də şey soruşmaq istəyirdim. Vəzifələr illərə görə dəyişir, yoxsa təcrübəyə görə dəyişir? Məsələn, təcrübəyə görə. Təcrübəyə görə. Bəli. Daha tez ola bilər? Ola bilər. Hər vəzifədən sonra
hansısa vəzifədə bir müddət işləyəndən sonra imtahan verilməlidir. İmtahanla. Daha yuxarı vəzifəyə qalxmaq üçün. Mən düşünürdüm ki, daha doğrusu elə bilirdim ki, məsələn sən 5 il müddətində hansısa vəzifədəsənsə, artıq o 5 il bitəndən sonra digərinə keçirsən, amma dəyişirmiş təcrübəyə əsasən. Yəni konkret bir müddəti yoxdur. Soruşmaq istirdim ki, bəzən olur da insan yorulur, artıq istəyir çıxsın, getsin. Sizi burada motivasiya eləyən nə olur? Yəni o yorğunluğunuzu üstünüzdən atan. Dənizə olan sevginizdir, yoxsa başqa bir şeydir? Başqa bir şey, prinsiplər, bizim necə deyim, planlarımız, gələcəyin qurmağı, çox faktorlar var. Yəni onu düşünərək çalışırıq ki, əlimizdən gələn qədər eləyək. Maksimum çalışaq ki, həm yaxşı təcrübə yığaq, həm tək ixtisas təcrübəsi yox, həm həyat təcrübəsi, həm də gələcəyimizi yaxşı qurmaq üçün. Yəni bu bizim üçün yaxşı bir fürsətdir. Səncə düşünürsən? Motivasiyan nədir? That one. I like sea. Dənizə olan sevgin. Sən dənizi sevirsən deyə. Bəli, Motivasiya dənizi edir bu sevirəm. səni? Bəli, dənizi sevirəm. Amma məncə ailənin də qatqısı var normal olaraq. Ailəndə çünki dənizçilər var. Və son olaraq soruşmaq istəyirəm. Bunu əvvəlki vaxtlarda da, daha doğrusu dəqiqələrdə də müzakirə eləsək də, öz ölkənizdə qalıb dənizçi kimi davam eləmək sizə daha maraqlıdır, yoxsa orada imkanlar məhduddur? Sadəcə yəni ora gedib öz ölkəniz deyə ora gedərsiniz, sonra başqa ölkələrdə davam eləyərsiniz. Mən istərdim ki, maksimum çalışdığım qədər başqa ölkələrdə də işləyim. Qazaxıstana qayıdıb işləmək əlbəttə ki, yaxşıdır təcrübə yığmaq üçün. Amma imkanlar məhduddur orada. Ona görə Avropaya çıxmaq istəyirsən. Hindistanda amma məncə imkanlar geniş olar. Bu qədər dəniz akademiyası var orada. Yenə orada da imkanlar məhduddur. Nədir məsələn orada? Hindistanda çətindir. Orada da imkanlar məhduddur biraz. İmkanlar çox məhduddur. Orada ümumiyyətlə dənizçi olmaq çətindir də belə deyək. Məsələn, ailə üzvlərin sənin Hindistanda dənizçiliklə məşğullar, yoxsa başqa ölkələrdədirlər? Hindistanda. Ordadılar elə. Onda başa düşdüm ki, sən də dənizi çox sevirsən və Hindistana getsən də yenə Avropaya qayıdarsan. Çünki Avropa yaxşı fürsətlər təqdim eləyir. Mənim sizə olan suallarım bu qədər idi. Çox maraqlı söhbət oldu. Çox şeylər öyrəndim. Həm Hindistan, həm Qazaxıstan haqqında. Ümidvaram izləyicilərimizə də maraqlı olacaq. Demək istədiyiniz nəsə varsa, ölkənizə buradan nəsə demək istəyirsiniz və ya Dəniz Akademiyasında oxumaq istəyən tələbələrə ürək sözləriniz varsa deyə bilərsiniz. Dəvət edildiyiniz çox sağ olun. Dəyərli izləyicilərimizə öz planlarına, öz xəyallarına çatmaq üçün uğurlar diləyirəm. Bəli. Ümid edirəm ki, hamı bu izləyicilər yəqin ki, çoxu tələbədir, başqa universitet tələbələri. İstəyirəm demək ki, hansısa bir çətinlik olsa, o çətinlik gedəcək və gələcək daha asan olacaq. Yəni motivasiya olsun. Ruhdan düşməyin. Ruhdan düşməyin, bəli. Davam eləyin. Bəli. Sən nə demək istəyirsən və? Yaxşı müəllimlər var. Aha. Yəni sən yaxşı olduğunu düşünürsən sadəcə hər şeyin və yaxşı arzuların var tələbələrə. Çox yaxşı akademiyadır bu Azərbaycan Dəniz Akademiyasıdır. Çox sevirdim. Sonra çok yaxşı müəllimlər var. O birincidə, sonra rektör, bizim də rektör çox yaxşı adamdır. İkincə bizim navigasiyada dekan Elnur müəllim o. Elnur müəllimi də çox Bəli, sevirsiniz. o çox sevirəm. Buradan Elnur müəllimə də salam göndərirsiniz. Elnur müəllim də, sonra Farqan, hamı, sonra bizdə çox sevirdi bir dənə müəllim var, o Hacı müəllim. Aha. O bizdə Hindistanlıda hamı tələbələrdə çox kömək eləyirdi. O Yəni buradan Elnur müəllimə, Fəqan müəllim, digəri deyəsən Hacı müəllim. Hacı bəy. Hamısına buradan salam göndərirsiniz, hər ikiniz və sizə kömək elədiklərinə görə təşəkkür də edirsiniz. Bu günlük bu qədər. Çox maraqlı söhbət oldu. Təşəkkür eləyirəm gəldiyiniz üçün, podkastıma maraq qatdığınız üçün. Ümidvaram sizə də maraqlı olar. Növbəti bölümlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.